2026-cı il. Xaricdən turistlərimiz var. Tanışlığımız internetdə araştırsanız tapa bilərsiniz. Couchsurfing deyə bir proqram var. Onun üzərindən tanışlıq edirsən. Evinin müsait olduğunu, öz şərtlərini irəli sürürsən ki, bu şərtlərdə insanlar əxlaqi və yaxud da insani keyfiyyətlər olan və hansı şərtlərə riayət etməsi lazımdır deyə şərtləri irəli sürürsən. Oradan oxuyurlar, tanış olurlar, olduqları yeri, məkanı bildirirlər. Neçə gün qalacaqlarını sizə yazırlar. Siz də əgər razılaşırsınızsa, görüşürsünüz, tanış olursunuz, tam təmənnasız olaraq qəbul edirsiniz, qonaq edirsiniz. İstəsəz yemək verirsiniz, istəsəz vermirsiniz. Artıq da o qonaq edənin nətər deyərlər, keyfinə baxır. From Portugal. We are using Couchsurfing. We met our lovely host and his family. And yeah, Salam, my friends. he's been treating us super well. Great food, great company, an amazing place. Picked us up from the city center. Here we are. Yeah. Selamun aleyküm. Değerli insanlar. VIP maşınımız da bulacağız İran. Burada da bizim tərcümanımız Elvin müəllimdir, İngilis dili müəllimi. Bu günlərim 9 iyul yavaş-yavaş Zunut kəndini gəzdirik. Kəndin başına gəlmişik. Sonra bunları buradan bir mövlüd məclisi var. Bunlar da getmək istəyirik dedilər. Biz də eviyyəsi ilə razılaşdıq. Sağ olsun, eviyyəsi də razılıq verdi. İndi buradan məscidə düşürük. Məsciddən də mövlid məclisinə düşəsirik. Oradan sonra da gedəsirik Şəkinin tarixi yerlərini, Çiş Alban məbədinə. Dünənlərim gediblər Xan Sarayına, Karvansaraya. Yes, we're gonna travel together. Thank you, my friend. Best imam in Sheki. Əli, nətərdir? Mira, mira. Bu da bizim Nağı dayımız. Nağı dayımız telefon qurdalaya gəlir köhnə yurda, ata yurduna, baba yurduna. Nağı dayı nətər? Evlatırsan, sana ne yapayım? Bugünlerim Erdiman dersi olmaz. Sabah havası. Ay, yoktu canı sağ olsun. Bugünkü ders sabah havası. Ay, nara. No, this is French. Qonaqları gətirmişəm Mövlid məclisinə. İndi birazdan Mövlid məclisi başlayacaqdır. Burada Asim müəllimlə Elvin müəllim də onlara qoşmuşam. Danışsınlar, biz başqa dildə danışamasaq da burada bizim əfəndilərlə danışacaq biz öz dilimizdə. Yusuf əfəndi, Süleyman dayı. Also, some places in Macau also speak Portuguese. Dayı oğlu mənlə namaz da qıldı. Nəyi pisdir ki? İndi bizim bu dostlarımızı gətirmişik. Görək də Yayzadə çay bağçası. Yolçu yolunda gərək. Getdik. Geyək bizim VIP şeyimizə minək, Fordumuza. Ot dikəni də olsa götürməmsən o içindən. Zor diyavra. Dağlar, dərələr, təbiət. 10 il bundan qabaq biz bura məscid tələbələrini gətirdik. Hər yer boşluq idi, kef eləyirdi uşaqlar. İndi hər şey, hər yer özəlləşib. Şəki Şam bağı. Şamlıqdır, Şəki Şamlıq. Şam bağı deyirlər də. Ha? Qaqaşlarda qarğı dağı satır. Dik Biyaqardena. Bu qonaqlarımızı da yerli sakinlərin qiymətinə 5 manatdan içəri qəbul elədilər. Çox sağ olsunlar, səmimi qardaşlardır. Where did it go? I don't know.
Meyvə bağı. Ev var belə, hələ dəyməyib. Armud sezonunda gəlib yeyərsiniz. Biogarden, meyvə bağı. Nə tapırsan? Ora kimi cəhətdir mi? Gəlin, bax burada meyvə var. Nektarin, hardadır nektarin? Hələ bunlar yetişməz alma. Gilas da qutardı. Gilası gerək bir ay qabağa gələrdi. Varmı meyvə? Selamünaleyküm. Siz necəsiz qardaş? Yeyin, keyf eləyin. How much you want? Found some fruit finally. Seems like they're peach. Is it peach? Alça. Qəşəng bal kimidir. Gəl istədiyin qədər yeyə. Gəz get də, nə istəyirsən ki? Kişi əziyyətlə böyüdübdür bu qədər meyvələr. Bax burada yirisi də var. Ha. Yavaş yavaş budağı qopartmayaq görək. Bu bizə qismət olur bu gündən. Hoppa, tutmuşuq. Valına boydadım inşallah. Allah bərəkət diləsin. Bununla nə yeyindir? Dad olarak eyni olmalıdır. Ha. Ciyağırdan. Həqiqətən qəşəngdir ha. Ha. My house, only strawberries, so you can take as many strawberries. Yo, bunlar cavandır. Mən bura neçə il ola bir yadacağız da Kıtalıya sizlə seminara getmişdik. Ondan sonra da 2 dəfə burada oldu da. Onda bu ağaçlar balaca idi. It's alright, mate. You've been to Switzerland? Başda da tüy qalmadı. Bax o parıldayır ağarsan. I'm Max. Fındıqlıqdır ora. The holiest vitamins. Sanırım boktan gəlmişsin. Mən yəni də ən son mən 2 il qabaq gələndə belə idi. Ən son mənim də şeydi. Ha burada apelsin mandarin var bax. Burada göyərçinlər var idi, nə qədər? Ha, Evi də var idi, o da bax oradadır. Yoxsa ha götürüblər, buradaydı əvvəl. Bax bu düz qabaqda. Bax. Burada şey var. Vardır. Su. Ne? Su da su. Nə nədir? Yani sudur. Ha. Hiç inanmıyorum. Here, Tavazi. Top here. Ay burada şeyler var idi. Neydi? Tariflerde. həm də ən son Ha, tarixi geçen ağaçta, bu ha? aylarda getmişdik. Ne geçen başta? Evet, Niye? Gelin. alırsın. Geçmiş gördüm. Dö. Hadi sen de unutma. Gəlin geyək heyvanlara baxaq, sonra bağa girərik. Oradan aşağıdan girib baş yuxarı qalxarıq.
As well, anda aí para ver. Getdik. It's like a Nasıl şeydi abi? Oo. aqueles limpos pergolhos, aqueles limpa garrafas. Hayda. Çirgi oxu. Oy. O neydi? Balıklar da var ha burada. Baxıyaq da. Balıklar da var. Ne balıklar da? Ne qəşəng balıklar da. Bığlı, saqqallı, ağ saqqallı, Ha bu qara bizim saqqallı. VIP hamamdan gəlir. Oh! Qalxdı. Trying to catch a bloody fish, it's massive. Kuş yuvalağına var nə qəşəngdir. Come in. Catch me. Çiçəklər də var. Come on, son. Get him. Nə gözəl. Maşallah. Burada da çivi. Üstündə də var bax. Maşallah. Allah bərəkət versin. Burada tənək. Subhanallah. Zero. No reaction. Hindişkalar. Yüzündən bak keyli. Cücürəkdən sən. Nətərsən? Nə var nə yox? Sən adın nədir? Mənim adım yəni. Nədir sənin adın? İşləyə bir dənə. Sən də gəlirsənmi? Nə qəşəng oxuyur, ha? Hansı otdan yiyirsən, mən hardan bilim? Başa dönüm, cavabından yiyənsən. Baxım, xoşa gəlmədi deyəsən. Əsarətdə nə də yiysən, yeri yoxdur. Gözəl. Ay gözəl. Nətərsən? Hey sarıbaş. Merhaba. Qırqovul, limonlu. Merhaba, Qırqovul. Sarıbaş. Fərziyyədir də. Bunlar nə günahı var ki, belə yaradılmaqda? O əqidəsi düzgün olmayandan sözüdür. You know, in mythology, there's that spoil all over that, and it is Heras. Hera did it. The spear, spoil. In mythology, if you read Heras, Heras symbol there. It is Heras symbol there.
Bilmiyorum. Oh. Kıpkırdı alma. Mürəbbə alması. Qara qanad tovuz quşu. Oo, siz nəsiniz belə qara quraşeylər? Pambıqlar. Siz nəsiniz belə həbs edilmisiniz? Bildirçin. Yetərsən? Yaxşısan? O, içeride olanlar da var. Ha, ne istiyorsan? Deyin sen verim, ne istiyorsan? Ha, bundan yiyənsən sən. Bundan yiyirsən. Siz ləlöyünsünüz ki. Hala. Gəl, sən qal. Ləlöyünsünüz siz. Öde. O buna böyle şeyde. Alabaş. Wow. Buna da. Oh, een kangaal. Dat is een kangaal. Waarschijnlijk ook koud, dus de grootste is in. Die wordt grande. Kangaal? Ne? No, het is kangaal. Bilmiyorum. Ha, kangal. Ha, ne bileyim. But it looks Oh. small. Bars. Kangal. Ha, ne bileyim. Ha, bu nedir? Toplan. Adı olmalı tabi de. Toplan. Sarıbaş. Nedir sen adın, familyan? Burada da var neredeyse. Gek. Husky. Ne tersiz? Ne var ne yok? Oyda. Ne cümleler ha. Bu geçenkti. Bak gözlerine var ne geçenkti o. Abi ne oldu? Hastane anınız var. Uzun yol kaçmışım, yorulmuş ya. O da? Ne dersen? Ha, bu adı nedir Ömer, bak bir tane ona. Sen adın nedir? Johnny. Hatiko. Rockefeller Vera. Alita. Sen ne tersen ha? Dalıl körmüsən, elə bil borcumuza dolar ha sonrasa. Ne tersen? Bak şu yiyesen. It's breeding version of fox and goat. Breeding version. Dog and fox. Qonaqlarımızı 2 gün misafir elədik və artıq onları yola salırıq. Onlar bu günlərim aşağı Şəkinin Zunut kəndinin aşağısından, Karvansaraydan artıq onlar avtostoplarıyla davam edəcəklər. Hello. Our friend here hosted us in where are we? City? Shaggy. Our friend hosted us here in Sheki, in the village of Nuglu, I believe. For no money, he didn't rent the house, he just hosted us, gave us free meals, showed us around the city,
showed us around his own village. We went to a traditional ceremony in his house, like a Muslim / local ceremony. Honestly, it's been really nice 2/3 days. He's been the best host, and yeah, we're so thankful. Çok sağ ol. We shared beautiful moments. He has a beautiful family. They are all very kind. Wish them all the best, all the good luck for them. And that's it. God bless them all. Thank you so much. Və bugün də onları artıq Şəkidən üzü Balakənə, Gürcüstan sərhədinə gedən yolun üzərində buraxacağım və onlar avtostopla yollarına davam edəcəklər. Dünya kiçik, ömür qısa, bilmək olmaz, bəlkə də biz gedərik o tərəflərə və yaxud da dünyanın hər hansı bir yerində bəlkə də qarşılaşarıq. Hər şey gözəl, necə deyirlər, həyat paylaşınca gözəl olur, həyat yaşamağı bilənlər üçün gözəldir. Bəli, bu günlərim ayın 10-u, 10 iyul 2026-cı il. İnkəzunov kəndi, burada da Karvansaray restoranı. Qarşısından artıq yollar salıram, üzü Balakənə avtostoplar gedəcəklər. Sularını da marketdən alıb verdim və bizdən bu qədər. Gerisi də özlərini. Sağ salamat, çox yaxşı insanlardır. Nə siqaretləri var, nə işçiləri var.